Dəyərli izləyicilərim, növbəti bir mənzildə hamınızı salamlayıram. Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ləziz restoranının tam yanında Əsəd Əhmədov küçəsində 17 mərtəbəli binanın 5-ci mərtəbəsində burada 135 kvadrat ölçülü, qanuni 3 otaqlı, kubçalı bir mənzili sizlərə təqdim edəcəm. Mənzilə yüngül kosmetik təmir lazımdır. Yalnız aboylar dəstək kifayət edir. Qiymət çox münasib qiymətdir. Həqiqətən də bunu siz mənzilə aydın şəkildə baxanda görəcəksiniz. Yəni bu böyüklükdə mənzil bu qiymətə yoxdur. Giriş qapımız oradan yerləşir. Daxil olub da geniş bir dəhliz hissə, qardırob yığmaq üçün ayrılmış zolaq hissə, döşəmədə parketdən istifadə olunub. Burada mənzilin uşaq yataq otağı yerləşir. Qarşısı açıqdır. Birbaşa Yeni Yasamal parkına baxır. Baxın, qarşısı açıqdır. Qarşısı ömür boyu da açıq olaraq qalacaq. Məktəb, bağça və digər yaşayış obyektlərinə yaxındır. Bir çox avtobus binanın yanından keçir. 77, 211, 39, 7B, 17 və bir çox saya bilmədiyim avtobuslar binanın tam yanından keçir. Qonaq otağıdır. Baxın, qonaq otağı qarşısında geniş eyvanı, qarşısı açıq, gün düşən. Qərbi istiqamətinə baxır. Qazı, suyu, işığı daimidir. Sənədi kubcadır. Döşəmə parketdir. İstilik sistemi fərdi olaraq kombidir. Sanitar qovşaqları ayrı-ayrılıqdadır. Göstərəcəm sizə ilk öncə mənzilin mətbəxinə baxın. Gözəl, geniş bir mətbəx isə, mətbəxdən eyvana çıxış həmçinin. Baxın, proyekt olaraq çox gözəl proyekti var. Yığılmış mətbəx mebeli mövcuddur. Yalnız qeyd etdiyim kimi, mənzildə aboylar dəyişiləsidir. Aboy da o qədər də böyük, güclü, pul tutmur. Burada mənzilin tualet hissəsi yerləşir. Burada mənzilin hamamı yerləşir. Baxın, hamamın genişliyini görürsünüz. Kifayət qədər geniş sahəyə malikdir. Burada isə mənzilin ikinci yataq otağı, yəni böyük yataq otağı yerləşir. Bütün otaqlarda da kombi var. Orta evdir, uqlavoy düşmür. Hər iki tərəfdən mənzilə gün düşür. Səhər gün çıxanda, bir də gün batanda gün düşür. Qanuni 3 otaq 135 kvadrat ümumi sahəyə malik bir mənzili sizlərə təqdim elədim. 17 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Sənəd kubçadır. Qiymət 250 min manat deyilir ev sahibi tərəfindən və real alıcıya da yaxşı endirim olunacaq. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.